Azağa katlaşdım, atlanıp dağlar aşdım, bir kurtla karşılaştım. Dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun, düşmanlar kahrolsun. Tanrı Türk'e yar olsun. Turan eller var olsun, Tanrı Türk'e yar olsun. Hörmətli izləyicilər, bir şey nəzərə alın. Təqdimat sərgi zalının bir tərəfində aparılır. Bugün məktəbli uşaqlarla bura doludur. Həm bazar günüdür, həm müəllimlər günüdür. Kollektiv surətdə gəliblər və səs iki bir-birinə qarışdığına görə, səs keyfiyyətinə görə üzürlü hesab edin. Cavanşir müəllimin təqdimatı da başlayır. Ətraflı məlumat verilir. Bilirsiniz ki, Cavanşir bəyin kitabında da bunu biz oxuyuyoruz. Keçmiş hesab olunur. Çünki Türk xalqları, bir çox Türk xalqları Rusiyanın tərkibindən çıxaraq artıq öz dövlətçilik ənənəsini bərpa edirdi, öz müstəqil dövlətini qururdu. Yəni bu istiqamətdə artıq ilkin addım atılırdı. Bu kitabda isə artıq bundan sonra nələr olmalıdır, hansı addımlar atılmalıdır və biz öz dövlətçilik ənənəsi olan Türk toplumunun nümayəndələriyik. Beləliklə, mən istərdim kitab haqqında təhlili fikirlər söyləmək üçün sözü verim bizim akademikimiz, hörmətli akademikimiz, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbib bəyliyə. Buyurun İsa bəy. Hörmətli Cavanşir müəllim, hörmətli tədrisdaşları, mən sizi hamınızı salamlayıram. Bu kitabın oktyabr ayının ilkin günlərində keçilməyi məncə xüsusi böyük əhəmiyyətə malikdir. Çünki hamınıza məlum olduğu kimi Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə yaradılmışdır. Bu mənada Cavanşir Feyzliyevin çox illik tədqiqatlarının daha bir nümunəsi olan bu kitab məncə Türk dünyasının əsas təşkilatında Türk Dövlətləri Təşkilatı yaradılması qarşısında bir hesabatıdır və yaxud da bu böyük birliyə, böyük siyasətin və elmin söhbəti imza qiymətdədir. Cavanşir Feyzliyevi biz Azərbaycan cəmiyyəti faal ictimai siyasi xadim kimi olmaktan başqa ancaq Türk dövlətləri anlayışını, Türk sivilizasiyası baxışını dərindən bugünə qədər fərqli tədqiqatlarda olduğu kimi ilk sırada bu prosese tarihi bakışı, tarihi konteksti elinde demiştir. Bu yüzden onun Türk sivilizasiyasının tarihi, Türk medeniyetinin yüksek olarak bu kitabın kanaatleri Cumhuriyetle son ellerde bizim cemiyetinde
Türk siyasetine bakışı aydınlaştıran yeni bir bakış kuşağı. Birçokları Türk. Bu çok önemli. Bizim için çok anlamlı bir ifadedir. Ve Can Azerbaycan'da ülkemizin bayrağını, kırmızı beyaz, ülkemizin, vatanımızın bayrağını görmek bize ayrıca memnuniyeti görüyoruz. İnşallah diğer Türk devletlerine de bu sirayet eder, bu yakınlığı, ilgiyi onlardan da görürüz. Bunu bekliyoruz. Evet, Kuzey Kıbrıs Türk Cumhuriyeti Azerbaycan arasındaki ilişkiler yeni ilişkiler değildir. Bu gönül bağıdır. Kültürümüzün, tarihimizin, ortak acıların yaşanmışlığı gerçekten bizi birbirimize bağlayan unsurlar. Bu nedenle bizim için Azerbaycan çok kıymetli, Azerbaycan halkı çok önemli ve biz de tabii ki ilişkilerimize büyük önem veriyoruz. Bu bağlamda Milletvekilimiz Cavanşir Bey'i bir kez daha tebrik ederim. Bu katkı geleceğe, genç nesillere bırakabileceği en güzel kalıcı emanettir. Gençlerimiz de bu bayrağı alıp daha ileriye götürecek inşallah. Uğurlar diliyorum. Çok teşekkürler. Milletvekili Cavanşir Bey gibi hoş gördük. Benim əzizlərim, mənim dəyərlərim. İlk önce mən sizə teşekkür ederim. Siz bugün bizimlesiniz. Hem öz adımdan, hem Cavanşir Bey'in adımdan, hem bizim adımdan. Hürmetli Cavanşir, hürmetli Cənab Sədri, hürmetli bizim akademimiz İsa Mənim. Bugün biz çok güzel bir tədbirə toplaşmışıq və fürsətdən istifadə edərək mən Cavanşir müəllimə fəxri oxucu diplomunu vermək istəyirəm. Bilmirəm, Cavanşir müəllimin bütün işlərini, bütün onun vətənpərvərliyini biz burada əks etdirəbilmişik yoxsa yox, qorxuram ki yox. Amma hər halda çalışmışıq. Vətənpərvər ziyalı, tanınmış ictimai siyasi kadın, mədəniyyət və incəsənətimizin dərin bilicisi, ziyalılara, tələbələrə, kitabxanaya diqqət və qayğı ilə yanaşan, kitabxanaçıların və oxucuların sevimlisi, milletvekili Doktor Cavanşir Feyziyevə təqdim edilir. Və burada bizim Cavanşir müəllimə, deməli burada bizim ürək sözlərimizdə yazılır və Cavanşir müəllimini deyirəm ki, oxuyar, danışırlar. Və Cavanşir müəllim təkcə bizdə yox, yəni vətənimizdə deyil. Cavanşir müəllim qardaş Türkiyədə də həyata keçirilən mədəniyyət və təhsil sahəsində görülən işlərə, həyata keçirilən layihələrə də dəstək verir və bu yaxınlarda Türkiyədə bir kitabxana yaradıldı və Cavanşir müəllim də onun yaradılmasında çox böyük dəstək oldu və ona görə də bizim Türk xanımlarımız ona bu tabloları, yəni çəkdiyi rəsmləri hədiyyə edirlər. Mən istəyirəm siz onu hamınız görəsiniz. Yəni minnətdarlığın nümayişidir. O xanımları siz tanıyırsınız, çoxunuz. Onlar burada Baxtiyar Vahabzadənin deməli yubileyinə həsr olunmuş, 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etdilər və Cavanşir müəllimə hər ikisi öz əllərindən çəkdiyi tabloları hədiyyə etdilər. Biz bu tədbirə hazırlaşarkən
çok hörmətli fəxri oxucumuz, deməli, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun əməkdaşı, Respublika və beynəlxalq müsabiqələr laureatı və qeyd etdiyim kimi bizim fəxri oxucumuz, bədii qiraətçi, çox hörmətli Əlimət xanım Sultana verirəm və Əlimət xanım Sultan bugün Türk dünyasının böyük şairi Yunis Əmrəvin əsərlərindən sizlərə eşq kompozisiyasını təqdim edəcək. Buyurun. Dostun evi könüller. Könüller yapmağa gel. Könüller yapmağa gel. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbekistan, Türkmenistan diye kurmuşlar. Özbekistan, Türkmenistan diye kurmuşlar. Ana yurdum Türkistan'ı bölüp koymuşlar. Ana yurdum Türkistan'ı bölüp koygenler. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. İnanmayın, aldanmayın ey Türk yiğitler. İnanmayın, aldanmayın ey Türk yiğitler. 40 asırlık tarihe sahip olan Türkler. 40 asırlık tarihe sahip olan Türkler. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Türkistan, Kafkasistan ey güzel yurdumuz. Türkistan, Kafkasistan ey güzel yurdumuz. Sana kurban olalım ey ana yurdumuz. Sana kurban olalım ey ana yurdumuz. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur.
kız Kazak, bunlar bir soygun.